Bizə ən çox gələn suallardan biri, müəllim, filan ixtisas necədir? Məsələn, biri yazır ki, müəllim marketoloq necə ixtisasdır, biri yazır ki, məsələn, həkimlik necə peşədir. Yəni belə müxtəlif suallar verir. Mənim YouTube-da ixtisas seçimi ilə bağlı bir videom var. Çoxdandan çəkmişəm və hələ də bu günə qədər də ora kommentlər gəlir. Hətta mən videonun özündə izah eləmişəm ki, bəs kimisə tövsiyəsinə ixtisas seçməyin də. Rəydə mənə yazırlar ki, müəllim filan ixtisas necədir? Yəni orada bir tövsiyə soruşurlar. İxtisaslar ümumiyyətlə necədir? Bu nisbi bir məsələdir. Hər insana görə də dəyişir. Məsələn, mənim bazarlıqlarım ümumiyyətlə sosial media marketinq sahəsinə daha çox uyğundur. Birinin biraz bazarlıqları bələdçiliyə, tərcüməçiliyə daha çox uyğundur. Yəni bu məsələ insanın maraq, bazarlıq və dəyərlərinə uyğun tənzimlənir. Hətta belə bir düstur var da, dəyərin, üstəgəl maraqların, üstəgəl bazarlıqların, üstəgəl istedadların bərabərdir əmək bazarındakı ixtisasın. Bu ki çox rahatdır. Öz maraq, bacarıq və istedadını tapandan sonra baxırsan ki, əmək bazarında mənim bu bacarığıma, marağıma uyğun hansı peşələr var. Bəs niyə ixtisası bu cür seçək? Çünki sən əgər istəyirsənsə ki, gələcəkdə uğurlu olasan, sən istəyirsən ki, öz sahəndən bezməyəsən, sən istəyirsən ki, bu sahədə dərinləşəsən və dərinləşmək üçün sənə biraz enerji lazımdır, biraz səy etmək lazımdır. Bunun üçün sən bu 4 komponenti yığsan, sən öz sahəndə çox yaxşı peşəkarlardan ola bilərsən.